Dəyərli tamaşaçılar, Sara ilə gündəmə xoş gəlmisiniz. Bugünkü verişimiz çox maraqlı və bir o qədər də fərqli mövzudur. Çünki studiyamızın qonağı insanın xarici görünüşünü, onun xarakterini, potensialını və hətta keçmişini oxuya bilən bir mütəxəssis, fizionomist Fərhad Haydardır. Xoş gəlmisiniz Fərhad bəy studiyamıza. Xoş gördük Sara xanım. Fərhad bəy, elə ilk ondan başlamaq istəyirəm ki, yəqin ki tamaşaçılarımıza da maraqlı olar. Fizionomiya nədir və bu sahəyə marağınız necə oldu, başladı? Fizionomiya insan oxuma sənətidir desək, daha doğru olar. Ümumiyyətlə çox qədim bir elmdir. Yəni insanlıq tarixində nə qədər çox geriyə doğru getsək, bu elmlə orada rastlaşa bilirik. Qədimdən müxtəlif adları olub. İlmi sima olub, ilmi qiyafət olub, mərifətnamə kimi olub. Bir çox adlarda bunun adları dəyişib. Amma müasir bugünkü gündə isə adı fizionomiyadır. Ümumilikdə mənası isə insanın üz quruluşundan, bədən quruluşundan, üzünün, əlinin cizgilərindən insanın bütün xarakter və potensiallarını və yaşadığı travmaları və hətta yaşaya biləcəkləri ehtimalları belə oxumaq mümkün olan bir elmdir. Bəs sizi bu sahədə digərlərindən fərqləndirən nədir? Məni fərqləndirən o ki, ümumiyyətlə belə deyək də, həyatda atılması vacib olan iki əsas addım var ki, onları doğru atmaq lazımdır. Birisi doğru həyat yoldaşı seçimidir, birisi doğru peşə seçimidir. Doğru peşəni insan seçdikdə o peşədə daha yaxşı bir şəkildə bir işlər görə bilir. Yəni bu, mən öz sırf xarakterimə uyğun olaraq bu peşəni seçdim və Azərbaycanda da bir ilkə imza ata bildiyim üçün bu mənim üçün daha uğurlu oldu. Yəni digərlərindən məni fərqləndirən o oldu. Yəni bu şəkildə. Aydındır. İnsanın sifətindən, üz cizgilərindən hansı məlumatları oxumaq mümkündür? Məsələn, onun xarakteri, keçmiş travmaları mümkündürmü bunlar? Təbii ki, yəni hamısı mümkündür. Ümumiyyətlə belə deyək də, biz öz analizi etdikdə üç bölümə bölürük, üç hissəyə ayırırıq. Birinci gedir saçlar və alın, ikinci gedir qaş, göz, burun, almacıq, sümük, qulaqlar, üçüncü isə burundan altda qalan hissələr olur. Ki bunların hər birinin də anlamları fərqlidir. Yəni birinci bölüm məna aləmindən bağlıdır. Yəni bu insanın düşünmə qabiliyyəti, ümumiyyətlə mənəvi dəyərləri, bir çox şeylər. İkinci bölüm isə bu insanın mücadilə gücü, bir şeyi əldə etmək üçün nə qədər çox əziyyət çəkə bilər, nə qədər çox mücadilə edə bilər, bunların hamısını üzün ikinci bölümündən görmək mümkündür. Üçüncü bölüm, burundan altda qalan hissələr isə dünyəvi həzlərlə bağlı olan bir şeydir, dünyəvi hisslərlə bağlı olan duyğularını bəlli edir ki, bunlara artıq hamısını bir-bir analiz etdikdə insanın hansı xarakterə malik olduğunu və nələr edə biləcəyini artıq təxmin etmək olur. Ümumiyyətlə, üz insan haqqında təxminən bir 40-45% bilgi verir. Qalanını isə artıq insanın əl forması, əl cizgilərinə baxdıqda isə orada artıq bunu tam qiymətləndirmək olur ki, bu insanın potensialı nədir, nələri eləyə bilər və yaxud nələri eləyib və yaxud nələri eləyəcək kimi bir çox şeyləri oradan görmək mümkündür. Belə deyək, qadın və kişilərin arasında üz cizgiləri baxımından hansı fərqliliklər var? Qadın və kişilərin üz cizgiləri arasında. Üz cizgiləri baxımından elə böyle fərqlər olmur, amma onlar düşüncəcə bir-birlərinə fərqlənirlər. Nəyə görə? Ümumiyyətlə beynimiz iki paydan ibarətdir, sağ və sol beyinlər ibarətdir. Sağ beyin mənəviyyatla bağlı olan bir çox şeylərdə sağ beyin işləyir, amma motorik bacarıqlar isə sol beyin aktiv olur. Kişilərdə ümumiyyətlə həmişə sağ beyin aktiv olur, qadınlarda isə sol beyin olur. Buna görə bax, məsəl üçün uşaqlara fikir verin. Yeni doğulmuş uşaqlar ki, ayaq açmağa başlayırlar edirlər. Orada fikir verin, qız uşaqları daha tez hərəkətə başlayır, daha tez gəzir, daha tez dil açır. Çünki onların sol beyni aktivdir. Onların motorik bacarıqları daha aktiv olduğu üçün bu şeyləri daha tez bacarırlar. Amma oğlanlarda isə sağ beyin aktiv olur. Və buna görə də kişilər xaraktercə adətən, yəni çoxluq təşkil edərək mühafizəsi olurlar. Qadınlar isə daha çox əldə etmək düşüncəsi ilə həmişə düşünürlər və bu şəkildə bir özləri üçün həyat yolu seçirlər. Yəni ona görə onların xarakterlərində müəyyən bir şeylərdə fərqliliklər ola bilər təbii ki. Amma ümumilikdə yaşadıqlarını bəli, ikisi də eyni bir şəkildə yaşayır. Sadəcə müxtəlif reaksiyalar verə bilirlər yaşadıqlarına doğru. Aydındır. Heç tanımadığınız bir insanın üzünə baxıb onun üz cizgiləri ilə xarakterini təyin edə bilirsiniz? Ümumiyyətlə, heç vaxt görmədiyiniz bir insan ilk dəfə. Bəli, təbii ki, ümumiyyətlə belə deyək də, zaten insanın hər bir şeyi birinci növbədə üzündə yazılır. Onun üçün heç tanımadığımız da olsa, əslində tanımadığımız bir üzü
baxıb analiz etmək bizim üçün daha rahatdır. Çünki tanıdığımız insan həmişə gözümüzün önündə olduğu üçün biz bəzi şeyləri oradan gözdən qaçırda bilərik. Amma tanımadığımız insanda hər bir şeyi diqqətlə yanaşırıq. Ona görə də yəni onları analiz etmək əslində daha asandır, nəinki tanıdıqlarımızı. Bəzi insanlarda üzündə deyək, təhlükəli və ya səmimi təəssüratlar yaranır. Bu üz cizgiləri ilə bağlıdırmı? Nəsə deyirmi üz cizgiləri ilə bağlı? Səmimi və yaxud qeyri-səmimi üz cizgisi ilə bəli, bu artıq fizionomiyanın digər bir şöbəsi var ki, bədən dili, yəni oradan görsənir. Amma biz bunun səmimi və yaxud qeyri-səmimi olmağını hardan görə bilirik? Yəni insanın üzündən artıq biz bunun xarakterini oxuya bilirik. Və qurduğu cümlədən artıq düşünməyə başlayırıq. Yəni bu insanın quracağı cümlə deyil. Çünki artıq burada bu qeyri-səmimilik nümayiş elətdirir. Yəni o şeydən, bu xarakterinə uyğun olmayan cümlələr qurduqda biz onu görə bilirik. Təbii ki, bunu bir fizionomist görə bilər. Yəni adi insan onu hiss etməyə bilər. Yəni onun üçün orada artıq biz xarakterinə uyğun bir danışıq ondan gözləyirik. O şəkildə danışmayanda artıq bunun qeyri-səmimi olduğunu dərhal bilirik. İndi istəyərdim tanınmış simaların üz cizgilərindən danışaq. Məsələn, son günlərdə belə deyim, yayılmış bir video var. Yəqin ki, siz də görmüsünüz. Makro və onun yoldaşın. İstəyərdim elə əsasən Makronun özündən başlayaq. Onun üz cizgilərinə baxanda nələri görürsüz? Ümumiyyətlə üz cizgiləri belə deyək, düzbucaqlı üz quruluşuna malikdir. Yəni bu insanlar lider xarakterli insanlar olurlar. Amma o hər üz quruluşunun da bir üç versiyası var. Yəni bir high versiyası var, bir orta versiyası var, bir düşük versiyası var. Yəni aşağı olan versiyası. Onda orta və ortadan biraz aşağı olan versiyadır. Yəni liderli xarakterli o qədər də güclü deyil. Amma onun qarşı tərəfi, məsəl üçün yoldaşı ilə olan münasibətdə isə onun yoldaşına fikir verin. Almacıq sümükləri çox qabarıq bir qadındır. Ümumiyyətlə almacıq sümükləri qabarıq olan insanlar çox mücadiləci insanlar olurlar, iddialaşan insanlar olurlar. Ona görə Makron onunla belə deyək, sırf əgər ondan siyasi həyatını kənara qoysaq, yəni bir həyat yoldaşı baxımından yoldaşı ondan enerjicə daha güclü birisidir. Onun üçün də yəni bu gördüyümüz video kimi bir şeylər çıxır ortaya və həmçinin Makron özünün üz cizgilərinə baxsaq, yəni adi bir insan da yəni ona baxsa, biraz diqqət yetirsə görək ki, yəni bir çox orada asimetriyalar var. Yəni gözləri bir-birindən biraz çox fərqlənir, qaşları bir-birindən fərqlənir, qulaqları bir-birindən fərqlənir, ağız kənarları, konuslar bir-birindən fərqlənir. Ümumiyyətlə üzdə artıq 3 dənədən çox asimetriya gördüksə, asimetriya belə deyək, əslində bütün insanlarda var. Amma azlıq-çoxluq məsələsi var. Amma onun üzündə olanlar artıq biraz qabarıq versiyadadır. Yəni bu artıq gözümüzə batdısa, demək ki, bu insanda biraz psixoloji olaraq müəyyən bir yaşadıklarından dolayı düşüncələrində bir dəyişimlər yaşayıb zaman-zaman. Artıq onu nə zaman, nəyi yaşayıb mövzusuna girsək əgər, o artıq onun əl cizgilərinə baxmaq lazımdır. Aydındır. Bu bilikləri insanlar üzərində istifadə etdikdə, yəni hər hansı bir məlumat təqdim etdikdə özünüzdə məsuliyyət hiss edirsinizmi? Bəli, bu əslində tam bir məsuliyyətdir. Çünki burada ümumiyyətlə analizdə belə deyək, analiz almağa gələn insanı biz birinci mən özüm baxıram, heç o insandan danışmadan belə. Yəni zaten analiz aldığımız insan birinci o şəkillərini göndərir, biz o şəkillərin üzərindən sonra onu Zoom üzərindən görüşək, analiz edirik. Mən artıq o şəkillərə baxdıqda o insanın üzündəki cizgilərdən bilirəm ki, yəni bizim söhbətimiz hansı mövzuda davam edəcək. Ümumiyyətlə insanları düşündürən əsas iki mövzu var. Yəni bir özəl həyatıdır, bir karyer həyatıdır. Yəni artıq mən o insanın üzünə baxanda problemin harda olduğunu görürəm və hansı mövzu üzərindən irəliləyəcəyimizi də görürəm. Yəni bu şəkildə qururuq. Məsuliyyət baxımına gəldikdə isə bəli, tam məsuliyyətdir. Çünki bizim orada deyəcəyimiz məsələləri insan ciddiyə alır və sabahsı gün həyatını o şəkildə düşüncə olaraq dəyişib yaşamağa başlayır. Yəni bu yön vermək o qədər də yəni asan bir iş deyil. Ümumiyyətlə bir bu sahə olmasın, hər bir sahədə. Əgər özün öz işinlə ətrafındakı insanlara yaxşı bir şəkildə toxuna bilmirsənsə, bunun geri dönüşü sonda sənə olur. Əgər yaxşı bir şəkildə toxunmağı bacarmısansa insanların həyatına, geri dönüşü də yaxşı olur. Əgər yox, anormal bir şəkildə toxunmusansa, bunun zərərini sən də görürsən təbii ki. Aydındır. Mən sizin bu izahınızdan belə başa düşürəm ki, fizionomiyanın psixologiyanın nə qədər əlaqəsi var? Bir psixoloq kimi də onda siz yaxınlaşmalısınız. Ümumiyyətlə fizionomiyanın qolları çoxdur. Bir çox elmlər,
fizionomiyadan insanlar xəbərsiz olurlar, çünki bu elm şəklində tədris olunmayıb. Bu son illərdə deyək, əslində tədris olunmayıb, amma keçmiş əsrlərdə tədris olunub. Xüsusən məsəl üçün Osmanlı tarixinə baxsaq, onlarda Enderun məktəbləri olub. Enderun məktəbinin üzərində onlarda beləncə bir söz yazılır, cümlə yazılır ki, bu məktəbdə heç bir quş üzməyə, heç bir balıq uçmağa zorlanmaz. Yəni, bu nə deməkdir? Bu əslində fizionomiyanın artıq bir tərifi deməkdir. Çünki orada o uşaqları hərəsinin potensialına uyğun bir şəkildə peşəyə yönəldiblər. Zaten o yüzden o insanlar 7 əsrə yaxın imperiya sürdürə biliblər. Çünki hər insanın öz potensialına uyğun ona bir iş tapşıraraq bu şəkildə onlar yönləndiriblər insanları. Onun üçün bu baxımdan fizionomiya çox əvəzsizdir. Və bir çox elmlərə gəldikdə isə, istər psixologiya olsun, istər tibb elmi olsun, bədən dili olsun, bir çox elmlər var ki, bunlar əslində fizionomiyanın bir şöbələridir. Belə deyək, İbn Sina medisinanın atası sayılır da, düzdürmü? Bu elmdən ən çox geniş istifadə edən alimlərdən biri olub. İnsanın bağırsaqlarının ikinci beynini kəşf edən insandır. Və o özü bu elmdən çox geniş bir şəkildə istifadə edib və bu elmə də çox böyük qatqılar olub. O cümlədən başqa alimlər olub. Məsəl üçün İbnül Arabi olub, Abdülqadir Geylani olub, Qərb dünyasından Çeyro adında alimlər olub ki, bunlar bu elmdən çox yaxşı bir şəkildə istifadə ediblər. İndinin özündə də bir çox inkişaf etmiş ölkələrdə belə, hətta xüsusi xidmət orqanlarında belə bu elmdən yaxşı bir şəkildə istifadə edirlər. Bizdə də istifadə edirlər. Keçmiş SSR məkanında da, məsəl üçün kriminologiyada o üz-cizgilərinə görə, məsəl üçün cinayətkarların fotorobotunu qururlar. Bu da hardasa fizionomiyanın bir hissəsidir. Amma o bildikləri hissə təməlin də təməl hissəsidir. Əslində orada o qədər dərinliklər var ki, üzdə görsənən, belə deyək də, yəni konkret görsənən qatillik potensialları olan şeylər var. Yəni bir çox şeylər var ki, onlar insanın üzündən görsənir əslində. Və yaxud şəfa cizgiləri var ki, o insanların əlində o varsa, bu insanların tibb sahəsində işləməyə daha yaxşı, daha faydalıdır. Yəni onun üçün bunları daha yaxşı bir şəkildə istifadə etmək olar əslində bu elmi. Belə bir sual vermək istəyirəm. Deyək ki, iki insanın üz cizgiləri eynidir. Hər ikisi oval üzə malikdir. Bəs onların xarakterləri eyni olur və yaxud da fərqli olursa, o necə olur? Yəni hər ikisi eyni üz cizgilərə malikdir. Ümumiyyətlə, bax belə deyək, hər üz quruluşunun 3 forması var. Yəni bir daha basqın forması var, bir orta bir forması var, bir zəif bir forması var. Deyək ki, məsəl üçün 2 kvadrat üz quruluşunda olan insandır. Bayaq dediyimiz kimi, yəni biz üzü də 3 yerə bölürük. Üzün birinci hissəsi var, ikinci hissəsi var, üçüncü hissəsi var. O hissələrin artıq hansının daha aktiv olmasına əsasən insanın xarakterlərində dəyişikliklər başlayır. Yəni insanın alın bölümü daha aktiv bir şəkildədirsə, daha geniş, daha düzgün bir şəkildədirsə, demək ki, bu insan daha yaxşı, geniş bir şəkildə düşünə bilən, iradəsi daha güclüdür, daha tədbirli, təmkinli birisidir deməkdir. Amma üzünün ikinci bölümü daha güclü bir şəkildə, güclü bir formadadırsa, demək ki, bu insan mücadiləçidir, qarşısına bir məqsəd qoyduqda, yəni məqsədinə doğru sonuna qədər yaxşı bir şəkildə gedə bilir. Və yaxud üzünün üçüncü bölümü, yəni burundan altda qalan hissələr daha aktivdirsə, bu insanlar dünyəvi şeylərə daha çox maraq edirlər. Nə bilim, yemək, içmək, gəzmək, tozmaq, yəni bu şəkildə daha çox maraqları olar. Onun üçün eyni üz quruluşunda olan insanın birinin məsəl üçün üzünün birinci bölümü aktivdirsə ki, o birisində ikinci bölümü aktivdirsə, ümumi olaraq eyni xarakterləri var, amma xasiyyət olaraq dəyişik xasiyyətləri ola bilər. Yəni bu formada dəyişir. Aynen. Yəqin ki, bir çox insanlar yaxınlaşır sizə üz cizgiləri ilə bağlı. Siz hansı hallarda fizionomiyadan istifadə edilməsini etik saymırsınız? Və olurmu elə bir hal ümumiyyətlə? Mən özüm fizionomist olduğum üçün zaten bu artıq biraz peşə xəstəliyinə çevrilir. Yəni istədiyin insana artıq baxdıqda birinci növbədə onu bir xarakteri analiz etməyə başlayıram, yəni özüm üçün. Amma yəni bir insan özü haqqında bilgi istəmirsə, yəni mən ona o bilgini vermirəm və bunu vermək də əslində qeyri-etikdir. Çünki mən orada çox şey görə bilərəm, amma mən istəmirəm ki, mənim nələr gördüyümü o insan görsün. Bilsin ki, mən onun hansı sirlərinə vaqifəm. Bu artıq qeyri-etikdir. Amma insan özü haqqında nəsə bir analiz müraciət eləyərsə, bəli, orada müəyyən bir şeylərə açıb deyilir. O da amma necə? Yəni fərdi şəkildə. Analiz zamanı düzdür, biz onu onlayn Zoom üzərindən eləyirik, amma
Bu analiz təkbətək gedir. Yəni o da olduğu otaqda tək olacaq, mən də olduğum otaqda tək olacağam. Çünki orada verilən bilgilər o insanın sırf özünə aiddir. Başqasına aid deyil. Aydındır. Onda belə bir sual vermək istəyirəm. Əgər mümkündürsə. Təbii ki, mənim sirlərimi deməmək şərti ilə mənim üz cizgilərimə baxıb qısa şəkildə nə deyə bilərsiniz? Ümumiyyətlə sizdə bax oval üz quruluşudur. Yəni bu insanlar daha çox sevgi dolu insanlar olurlar. Qulaq şəklinizə bayaq orada oturub çay içdikdə sizinlə söhbət elədik. Bu qulaq şəkli sizdə bu qulaq ətinin bu birləşiminə görə sizdə yaxşı fantaziya qabiliyyəti var, yaxşı fantaziyanız var, yaxşı ssenari qurma qabiliyyəti var. Yəni bu sahələrdə də yaxşıdır sizin potensiallarınız. Qaşlar ümumiyyətlə insanın bateriyasıdır, enerji mənbəyidir. Qaşlarınız üz quruluşunuza görə yaxşıdır. Ümumiyyətlə dünya görüşünüz yaxşıdır. Biraz yaxşı başarı cizgiləri var üzünüzdə. Maksimum çalışıram ki, çox dərinliyə girmədən. Təşəkkür edirəm. Çox yəni sağ olun. bunlar hamısı var. Bir də çənə formanız da yaxşıdır. Əslində hafizənizin də yaxşı olmağını düşünürəm. Hafizəniz yaxşı olmalıdır. Bu bir tərəfdən yaxşı bir şeydir, bir tərəfdən pis bir şeydir. Yaxşısı odur ki, yaxşıdır. Yəni hafizənin yaxşı olmağı yaxşı bir şeydir. Pis odur ki, bəzən insan yaşadıqlarını unuda bilmir. O sahədə biraz insana problemlər yarada bilir. Bəzən düzdür. Biraz da mükəmməliyyətçilik olduğu üçün düzdür. o adama problem yaradır. Dediklərinizin hamısı var. Təşəkkür edirəm. Çox Mən sağ təşəkkür olun. edirəm. Verdiyiniz məlumata görə. Gələcək planlarınızla bağlı nə deyə bilərsiniz? Valla planlar çoxdur. Bugünkü gündə hələ planlarından həyata keçirmək istədiyim şeylər var ki, onların artıq bir hissəsini həyata keçirmişik. İndi artıq onları genişləndirməyə başlayırıq. Birinci planım o idi ki, Azərbaycanda bu elmi artıq tədris etməyə başlayayım. Və Allaha çox şükür ki, artıq bunu bacardıq. Artıq bunun eğitimini açdıq, təlimləri veririk. Hətta artıq bir 3-4 qrupumuz ikinci səviyyəni bitirmək üzrədir. Yəni bu şəkildə davam edir. Ancaq bunu daha geniş bir şəkildə etmək istəyirik. Yəni nəyə görə? Ümumiyyətlə bu elm çox faydalı bir elmdir. Nəyə görə? Birinci növbədə insanları peşələrinə uyğun yönəltmək üçün. Bax düşünün ki, bu elmdən məktəblərdə tutaq ki, müəllimlərin xəbəri olsa bu elmin təməl səviyyəsi qədər uşaqları xarakterinə uyğun peşələrə yönəltsələr, bu çox gözəl bir şeydir. Yəni düşünün ki, beləncə bir şey olsa 15-20 ildən sonra hər kəs öz sahəsində çox yaxşı bir şəkildə bir şəxsə çevriləcək. Əlbəttə ki, məcbur eləyirlər indi uşaqları ki, Bəli, yəni istəmədikləri, xüsusən bu sevmədikləri müəllimlər valideynlərin seçimlərini orada bir dəyişiklik edə bilərlər. Tutaq ki, bir uşağa baxırsan, belə deyək də, məsəl üçün üçbucaq üz quruluşu var. Bu üz quruluşunda olan insanlar xüsusilə birinci növbədə zəkaları ilə fərqlənirlər. Bu uşaqlarda adətən başları riyazi elmlərə daha yaxşı çalışır. Və həmçinin bu uşaqlardan bax yaxşı bu texniki sahədə olanlar, bax tutaq ki, belə deyək də, yaxşı proqramist ola bilirlər onlar və yaxud yaxşı dizayner ola bilirlər, yaxşı vəkil ola bilirlər. Yəni bu uşaqları bu sahələrə yönəltsələr daha yaxşıdır. Amma uşağı həkim eləməyə ehtiyac yoxdur. Çünki bu uşaq maddiyyata daha çox önəm verir. O sabah həkim olanda yenə də maddiyyata önəm verməyə başlayacaq da, bu xarakteri dəyişmir. Bəli, bunu maliyyə sahəsinə yönəltmək lazımdır. Bundan yaxşı maliyyəçi olar, yaxşı mühasib olar. Yəni bu sahələrdə bu insanlar əvəzsizdirlər. Və yaxud texniki sahələrdə Nikola Tesla'nın üz quruluşuna baxın, yəni bariz üçbucaq bir formadadır. Yəni onun üçün bunları bu sahəyə yönəltmək lazımdır. Yəni bunların hamısını biz artıq orta məktəbdən bu şəkildə necə deyək, tənzimləyə bilsək, artıq düzdür. Cəmaət yavaş-yavaş başlayır o sahədə də müraciət etməyə. Yəni artıq bir neçə analizlərimiz olub beləsinə ki, valideyn sırf uşağının potensiallarını qiymətləndirmək üçün analiz alıb uşağı üçün ki, uşağın hansı potensialları var, hansı sahəyə yönəlsə daha yaxşı olur. Bu artıq bir uğur deməkdir. Yəni uğurun başlanğıcıdır və inşallah çalışacaq ki, bu çox geniş bir şəkildə olsun. Və yaxud ikinci bir tərəfi deyək nədir? Bu təkcə uşaqlar üçün deyil. HR sistemi nə gedirdi? İnsan resurslarında, bəli, çalışan insanların əslində bu elmdən xəbərləri olması çox yaxşıdır. Çünki bunlar insan resurslarında oradan başlayır bir cümlə deyərsiniz. İnsan resurslarında çalışan mütəxəssislər bu elmdən xəbərdar olsalar daha yaxşı. Yəni təməl səviyyəsi qədər bilgiləri olsa bəs eləyir. Yəni nəyə görə? Bir insanın üzünə baxaraq bu insan hansı işi nə qədər edə bilər potensialı zaten insanın üzündə yazılıb. Və bunu hansı posta götürmək üçün də, yəni orada onlar bir çox sahələrdə necə deyirlər, çox incə bir məqamlarla bunun üzərində işləyə bilərlər. Tutaq ki, insan var ki, lider xarakterlidir. Bunu
idarəedici bir heyətdə bir yerləşdirsən daha yaxşı olacaq. Və yaxud insan var ki, bayaq dediyim kimi, yəni bu insanlar maddiyyata daha yaxşı önəm verir. Yəni bunlar satış sahəsində olsalar daha yaxşı olar. Ta ki, yuvarlaq özquruluşlu insanlar var ki, bunlar satış marketinq işində bir nömrədirlər. Bunları bu sahəyə yönəltmək lazımdır. Və yaxud kvadrat düzquruluşları bir başqa bir şəkildə. Yəni bu şəkildə insanları onlar da necə deyirlər, potensiallarına uyğun bir səmtə yönəldə bilərlər və onu o şəkildə etsələr daha yaxşı olar. Həm hər kəs artıq öz işindən həzz almağa başlayar. Həm də ki, hər şey daha yaxşı, daha qaydasında olar. Əlbəttə ki. Demək, sonda belə bir sual vermək istəyirəm sizə. Əslində bayaq dedikləriniz hardasa bu mövzuya yaxındır. Tamaşaçılarımıza nələr tövsiyə edərdiniz insan tanımaqla bağlı? İnsan tanımaqla bağlı. Bu üzr istəyirəm, fizionomist deyil, amma necə eləsin ki, az da olsa o İnsanlara insanı tanıya bilsin. tövsiyə eləmək istədiyim birinci növdə nədir? Ümumiyyətlə analizlər zamanı ən çox rast gəldiyimiz, amma görmək istəmədiyimiz əldə qınama cizgiləri var. Ki, bir insan bir insanı qınarsa, qınadığını mütləq yaşayır. Xüsusən olur qız uşaqları anasını qınayır, oğlan uşaqları atasını qınayır və qınadığından dolayı onların o yaşda yaşadıklarını, onlar da gəlib o yaşa gəlib çatanda yaşayırlar və hətta onlar qədər güclü olaraq atlada bilmirlər bu durumu. Birinci növbədə qınamanı özlərində dəyişsələr yaxşıdır. Və ikinci, insanları dəyişməyə çalışmayın. Yəni, hər şeyi olduğu kimi qəbul etməyə çalışın. Çünki insanlar nə qədər bir-birini dəyişməyə çalışacaqsa, bir o qədər bir-birlərinə mənfi bir şəkildə təsir edəcəklər. Çünki bax, belə bir şey var. Ümumiyyətlə, genetik xəstəlik yoxdur. Genetik xasiyyətlər var. Xasiyyətlərdən dolayı insanların yaşadığı xəstəliklər var. Bir insan bir insanı nə qədər çox dəyişmək istəyəcəksə, ona sağlamlıq olaraq daha çox zərər vermiş olacaq. Yəni, bu evlilik məsələlərində də belədir, işdə də belədir, ümumiyyətlə, hər sahədə belədir. Amma nə qədər ki, hamı bir-birini olduğu kimi qəbul edəcək, onda hamısının işi də yaxşı gedəcək və yaxud sağlamlıq olaraq da bir o qədər problemlər də olmayacaq. Bəli. Təşəkkür edirəm Fərhad bəy. Buyurun, mən təşəkkür edirəm. Maraqlı fikirlərinizə görə çox maraqlı oldu. Bizə də, tamaşaçılara da bir daha təşəkkür edirəm. Dəvətimizi qəbul edib studiyamıza gəldiyinizə görə. Mən təşəkkür edirəm, çox sağ olun. Təşəkkür edirəm. Daha bir Sara ilə gündəm verilişinin sonuna gəldik. Sağ olun, sağlıqla qalın.